Salam, mən Daşqın Adgözalov. Bugün sizə idarəetmə uçotunda ikinci mövzu olaraq idarəetmə uçotunun obyektləri, prinsipləri və quruluşu haqqında məlumat verəcəyim. Mövzumuz 5 plandan ibarətdir. İdarəetmə uçotunun predmeti, obyektləri və metodu, idarəetmə uçotunun funksiyaları, idarəetmə uçotunun prinsipləri, idarəetmə uçotu sistemi, onun tərkibi və quruluşu və idarəetmə uçotu və kontroling haqqında məlumat verəcəyəm. İdarəetmə uçotunun predmeti müəssisənin daxili ehtiyacları üçün xərclərin planlaşdırılması uçotu, təhlili və nəzarəti əsasında idarəetmə qərarlarının qəbuluna dəstək olan informasiya sistemidir. İdarəetmə uçotu müəssisədaxili fəaliyyətin təhlili və qiymətləndirilməsi üçün menecerlərə və rəhbərliyə lazım olan iqtisadi məlumatların toplanması və emalını əhatə edir. Xərclərin və gəlirlərin strukturunun öyrənilməsi, məhsulun mayə dəyərinin hesablanması, büdcələrin hazırlanması və nəzarət, performansın təhlili və idarə olunması və buna dair hesabatların hazırlanması idarəetmə uçotunun əsas predmeti hesab olunur. İdarəetmə uçotunun obyektlərinə gəldikdə isə, obyektlər idarəetmə uçotunun nəyi öyrəndiyini və hesabatlaşdırdığını göstərir. Bunlar müəssisənin istehsal və idarəetmə fəaliyyətinə dair iqtisadi göstəricilər hesab olunur. İlk öncə xərclər. Xərclər müəssisənin istehsal və idarəetmə xərcləri hesab olunur ki, bunlara əmək, material və enerji xərclərini aid etmək olar. Məhsul və xidmətlər. Burada istehsal edilən məhsulun mayə dəyəri və rentabelliyi ön plandadır. Üçüncü əsas obyekt isə büdcələrdir. Büdcələr maliyyə və əməliyyat planları, yəni satış, istehsal və xərclərə dair büdcələr aiddir. Üçüncü, dördüncü daxili bölmələr. Burada şöbələr, məsuliyyət mərkəzləri və onların fəaliyyət göstəriciləri öz əksini tapır. Beşinci, istehsal prosesləri, fəaliyyətlərin səmərəliliyini, texnoloji xərclər və israf burada ön plandadır. Altıncı, əməyin məhsuldarlığıdır ki, burada işçi qüvvəsinin effektivliyi və vaxt normativləri əsas hesab olunur. İnnovasiya və investisiya layihələrinə gəldikdə isə, yeni layihələrin effektivliyi və risk gəlirliyinin analizi ön plandadır. İdarəetmə uçotunun metodu, metodologiyasına gəldikdə isə, metod idarəetmə uçotunun informasiya yaratmaq, istifadə etdiyi vasitə və yanaşmaların toplusu hesab olunur. Əsas metod və alətlərə gəldikdə isə, birinci xərc uçotudur. Burada onun əsas istifadə sahəsi məhsulun mayə dəyərinin və fəaliyyət xərclərinin hesablanmasıdır. Normativ uçotda isə normativlərlə faktiki xərclərin müqayisəsi öz əksini tapır. Fəaliyyət əsaslı uçotda isə fəaliyyətlər üzrə xərclərin bölgüsü həyata keçirilir. Büdcələşdirmə, maliyyə və əməliyyat planlarının hazırlanması və idarəsini özündə birləşdirir. Məhdudiyyətlər nəzəriyyəsi, resursların maksimal istifadə planlanması, just in time isə istehsalda ehtiyatların minimuma endirilməsi öz əksini tapır. Təhlil və proqnozlaşdırmaya gəldikdə isə, alternativ planlar üzrə nəticələrin hesablanması, innovasiya və informasiya sistemləri isə analitik proqramlar, real vaxtda olan məlumatların əldə olunmasını özündə göstərir. Nəticə olaraq deyə bilərik ki, idarəetmə uçotunun predmeti daxili idarəetmə üçün xərcləri və maliyyə məlumatlarının işlənməsini özündə birləşdirir. Obyektləri isə xərclər, məhsullar, fəaliyyətlər, büdcələr və şöbələrdir. Onun əsas metodlarına gəldikdə isə, büdcələşmə, normativ uçot, təhlil və hesabat metodları əsas metodları hesab olunur. İdarəetmə uçotu müəssisədaxili qərarların qəbulunda rəhbərliyə dayanıqlı əsaslar təqdim edən informasiya sistemidir. Onun funksiyaları idarəetmə prosesinin bütün mərhələlərini əhatə edir və aşağıdakılardan ibarətdir.
planlaşdırma, normallaşdırma, proqnozlaşdırma, nəzarət, təhlil, stimullaşdırma, fəaliyyətin təşkili və əlaqələndirilməsi. Planlaşdırma gələcəkdə görüləcək işlərin məqsədli və səmərəli təşkili üçün informasiya hazırlamaqdan ibarətdir. Planlaşdırmanın əsas istiqamətləri isə aşağıdakılardır. Qısa və uzunmüddətli büdcələrin hazırlanması, istehsal, satış, tədarük və əmək planlarının tərtibi, resursların səmərəli bölgüsü, maliyyə vəsaitlərinin düzgün istifadənin təmin edilməsi. İdarəetmə uçotu vasitəsilə rəhbərlik, xərclərin və gəlirlərin necə formalaşdığını əvvəlcədən görə bilir. İkinci normallaşdırma funksiyası isə normallaşdırma fəaliyyətin müxtəlif sahələrinə normalar, standartlar və meyarların tətbiqi ilə bağlıdır. Əhatə sahəsi, emal və əmək normativlərinin müəyyən olunması, xərclərin normativ səviyyədə müəyyənləşdirilməsi, keyfiyyət və məhsuldarlığa dair standartların hazırlanmasıdır. Bu funksiyanın əsas məqsədi resurslardan itkisiz və optimal istifadəni təmin etməkdir. Növbəti proqnozlaşdırma funksiyası, proqnozlaşdırma müəssisənin gələcək fəaliyyəti üçün təxmini göstəricilərin hesablanmasıdır. Əsas istiqamətləri, gəlirlərin və xərclərin proqnozlaşdırılması, bazardakı artıb və azalmalara uyğunlaşma, alternativ ssenarilərlə müqayisəli təhlil. İdarəetmə uçotu proqnoz əsasında idarəetmənin çevikliyini artırır. Nəzarət funksiyasına gəldikdə isə nəzarət faktiki nəticələrin planlaşdırılan və normativ göstəricilərlə müqayisə edilərək kənarlaşmaların təhlili prosesidir. Əsas mərhələləri vardır ki, burada faktiki və plan göstəriciləri arasında fərqlərin müəyyənləşdirilməsi, istisna halların analiz edilməsi, kollektiv tədbirlərin müəyyən olunması və bu funksiyanın əsas məqsədi israfçılığın, kənarlaşmaların qarşısını almaq və səmərəliliyi artırmaqdan ibarətdir. Təhlil funksiyası toplanmış məlumatların strukturlaşdırılması, qiymətləndirilməsi və qərar vermək üçün şərh olunmasıdır. Əsas təhlil sahələri iqtisadi səmərəliliyin təhlili, xərclərin strukturu və dəyişmə səbəbləri, istehsal və əməyin məhsuldarlığı və s. aiddir. Təhlil nəticəsində qərarvericilər resursların istifadəsində güclü və zəif tərəfləri müəyyənləşdirə bilərlər. Növbəti stimullaşdırma funksiyasıdır ki, stimullaşdırma əməkdaşların və bölmələrin fəaliyyətini mükafatlandırma və təşviq sistemi ilə idarə etməkdir. İdarəetmə uçotunun rolu fəaliyyət nəticələrinin ölçülməsi, motivasiya sistemlərinin qurulması, effektivlik və məhsuldarlığa görə bonusların təyin edilməsindən ibarətdir. Bu funksiyanın məqsədi əmək məhsuldarlığını və məsuliyyəti artırmaqdadır. Fəaliyyətin təşkili funksiyası isə təşkilat resursların və işçi qüvvəsinin məqsədə uyğun sistemləşdirilməsi və bölgüsü deməkdir. İdarəetmə uçotunun funksiyası idarəetmə strukturlarının formalaşdırılmasına informasiya dəstəyi hesab olunur. Şöbə və funksiyaların effektiv uyğunlaşdırılması, operativ hesabatların tərtib edilməsi ilə səmərəliliyin artırılmasıdır. Burada uçot sistemi proseslərinin nizamlanması və inteqrasiyasını təmin edir. Əlaqələndirmə funksiyası isə müəssisənin müxtəlif şöbələri və bölmələri arasında harmonik və ahəngdar fəaliyyətin təmin edilməsidir. İdarəetmə uçotunun roluna gəldikdə isə bütün bölmələr üzrə vahid informasiyanın toplanması və yayılması, fəaliyyətlərin bir-birinə uyğunlaşdırılması, uğursuzluqların və konflikt risklərinin azaldılmasıdır. İdarəetmə uçotu əlaqələndirmə funksiyası vasitəsilə strateji və əməliyyat səviyyəsində uzlaşma yaradır. Qısacası desək, planlaşdırma gələcək fəaliyyətin büdcələşməsi və təşkil olunması, normallaşdırma resursların normativ əsaslarla istifadəsi, proqnozlaşdırma gələcək göstəricilərin qabaqcadan hesablanması, nəzarət, fakt və planın müqayisəsi və sapmaların analizi, təhlil, iqtisadi məlumatların qiymətləndirilməsi,
stimullaşdırma, əmək və nəticəyə görə motivasiya, təşkilat, resursların və fəaliyyətlərin quraşdırılması, əlaqələndirmə, şöbələr arasında koordinasiya və harmonizasiyanın yaradılması. İdarəetmə uçotu müəssisənin daxili idarəetmə və qərarvermə proseslərini dəstəkləyən məlumat sistemidir. Onun prinsipləri uçotun düzgün, faydalı və səmərəli aparılması üçün əsas qayda və standartlardır. İlk öncə uçotun faydalılığı prinsipi. İdarəetmə uçotunun aparılması zamanı əsas meyar informasiya faydalılığıdır. Yığılan və təqdim olunan məlumatlar menecerlərin qərar verməsinə kömək etməlidir. Hər hansı məlumatın toplanması və işlənməsi onun gətirəcəyi faydadan çox olmamalıdır. Faydalı məlumat düzgün, vaxtında və anlaşılan olmalıdır. Lazımsız detallar menecerləri çaşdıra bilər və ya vaxt itkisinə səbəb ola bilər. Məlumat sistemi yalnız rəhbərliyin ehtiyaclarına uyğun dizayn edilməlidir. İkinci prinsip isə hesablama metodu ilə uçot prinsipidir. Bu prinsipə görə idarəetmə uçotu müəyyən hesablama və ölçmə metodları əsasında aparılır. Əsas məqsədi ondan ibarətdir ki, müəyyən olunmuş metodlar üzrə xərcləri və gəlirləri düzgün hesablamaq və bölüşdürməkdir. Məsələn, maya dəyərinin hesablanması zamanı standart metodlardan istifadə olunur. Bunlara normativ üsul, faktiki üsulu, fəaliyyət əsaslı uçotu misal göstərmək olar. Metodların seçimi müəssisənin xüsusiyyətlərinə və məqsədlərinə uyğun olmalıdır. Xərclərin və nəticələrin müqayisə edilməsi prinsipinə gəldikdə isə, idarəetmə uçotunda planlaşdırılan və faktiki göstəricilərlə mütləq şəkildə müqayisə edilir. Bu müqayisə vasitəsilə kənarlaşmalar müəyyən olunur və onların səbəbləri təhlil edilir. Kənarlaşmaların analizi müəssisənin zəif tərəflərini aşkar edir. Müqayisə həm xərclərə, həm də gəlirlərə aid edilir. Bu prinsip idarəetmə prosesində nəzarət və düzəlişlərin aparılması üçün əsas yaradır. Növbəti prinsip xərclərin təsnifatı və bölüşdürülməsi prinsipidir. İdarəetmə uçotunda xərclər müxtəlif meyarlar üzrə təsnif edilir və bölüşdürülür. Bu prinsip xərclərin məqsədyönlü şəkildə strukturlaşdırılmasına köməklik göstərir. Əsas təsnifat növləri ondan ibarətdir ki, xərclər fəaliyyət növü üzrə istehsal, inzibati, satış və s. xərcləri misal göstərə bilərik. Sabit və dəyişən xərclər vardır. Birbaşa və dolayı xərclər, əsas və əlavə xərcləri göstərə bilərik. Bölüşdürmə prinsipi isə xərclər, məhsullar, şöbələr, fəaliyyət növləri arasında düzgün bölünməlidir. Bu, məsuliyyət mərkəzlərinin yaradılmasına və onların fəaliyyətinin qiymətləndirilməsinə şərait yaradır. Hesabların tətbiqi prinsipi isə idarəetmə uçotunda məlumatların dəqiq və sistemli toplanması üçün müvafiq hesablar açılır və onlardan istifadə olunur. Bu prinsip hesabatlılığın və məlumatların izlənməsinin əsasını təşkil edir. Müxtəlif növ xərclər, gəlirlər, aktivlər və öhdəliklər üzrə ayrı-ayrı hesablar tətbiq edilir. Hesabların seçimi müəssisənin fəaliyyətinə uyğun olmalı və məlumatların qruplaşdırılmasını asanlaşdırılmalıdır. Mühasibat uçotu hesabları ilə əlaqələndirilə bilər, lakin idarəetmə uçotunun öz tələblərinə uyğun öz hesab sistemi olmalıdır. İkili yazılış prinsipi. Bu prinsipə görə idarəetmə uçotunun bütün əməliyyatları daxili sənədlərə əsaslanmalıdır və qeyd edilməlidir. Hər bir uçot əməliyyatı və məlumatı rəsmi sənədləşdirilmiş əsaslarla hazırlanmalıdır. Bu məlumatların dəqiqliyini və etibarlılığını təmin edir. Eyni zamanda daxili hesabatlarda da məlumatlar mühasibatlıqla uzlaşdırılmalıdır. İkili yazılış prinsipinə əməl olunması uçotun şəffaflığını artırır. İdarəetmə uçotunun sisteminə gəldikdə isə, informasiya sisteminin tərkib hissəsi kimi idarəetmə uçotu sisteminin təşkilinin 3 əsas məqsədini fərqləndirmək lazımdır. Birinci, kontrolin konsepsiyasının reallaşdırılması, ikinci, bazanın formalaşdırılması, üçüncüsü isə ehtiyacların ödənilməsi hesab olunur. Maliyyə hesabatlarından istifadə edənlər kimlərdir?
Birincisi, müəssisənin məsuliyyət mərkəzləri. İkinci, nəzarət edilən göstəricilər. 3. İlk sənədlər, uçot registrləri, informasiya hesabatının formaları. Controlling müəssisənin idarəetmə sistemində strateji və əməliyyat səviyyəsində aparılan planların hazırlanması, həyata keçirilməsi və nəzarətinin formalaşdırılması prosesidir. O, idarəetmə uçotunun bir hissəsi kimi müəssisənin məqsədlərinə çatması üçün resursların səmərəli istifadəsini təmin edir və qərarvermə prosesini dəstəkləyir. Controlling sadəcə nəzarət funksiyası deyil, həm də planlaşdırma, koordinasiya və təhlil proseslərini əhatə edən kompleks idarəetmə mexanizmidir. Controllingin əsas məqsədlərinə gəldikdə isə, ilk öncə controlling müəssisənin fəaliyyətinin planlara və normativlərə uyğun aparılmasını təmin edir. Faktiki nəticələr və planlaşdırılmış göstəricilər arasında fərqləri müəyyənləşdirir və təhlil edir. Problemləri vaxtında aşkar edir və aradan qaldırmaq üçün tədbirlər həyata keçirir. Resursların səmərəli və qənaətlə istifadəsini təmin edir. Strateji və əməliyyat məqsədlərinə nail olmaq üçün rəhbərliyə operativ məlumat verir. İdarəetmə uçotu controlling fəaliyyətini məlumatlarla təmin edən əsas sistemdir. Onun vasitəsilə büdcə və planların hazırlanması üçün məlumatlar əldə edilir. Fəaliyyət göstəricilərinin izlənməsi və müqayisəsi həyata keçirilir. Kənarlaşmaların səbəbləri və nəticələri təhlil olunur. Fəaliyyətin qiymətləndirilməsi aparılır. Motivasiya və təşviq mexanizmləri üçün əsas yaradılır. Controlling, idarəetmə uçotunun informasiya bazası və tətbiqi sahəsi kimi çıxış edir. Controlling prosesinin bir sıra mərhələləri vardır. Birinci, planlaşdırma, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, büdcələrin hazırlanması və standartların müəyyən edilməsi. İkincisi, icra, planların həyata keçirilməsi və fəaliyyətin monitorinqi. Üçüncüsü, nəzarət, faktiki göstəricilərin plan və normativlərlə müqayisə edilməsi. Dördüncüsü, təhlil, kənarlaşmanın səbəbləri araşdırılır və qiymətləndirilir. 5. Tədbirlərin görülməsi, düzəlişlərin və optimallaşdırma tədbirlərinin həyata keçirilməsi. Controllingin növlərinə gəldikdə isə, birinci, strateji controlling uzunmüddətli məqsədlərin və planların icrasını izləyir. İkinci, əməliyyat kontrolingi isə gündəlik fəaliyyətin planlara uyğunluğunu təmin edir. 3. Maliyyə kontrolingi maliyyə resurslarının səmərəli idarəsini və hesabatların düzgünlüyünü yoxlayır. 4. Keyfiyyət kontrolingi isə məhsul və xidmətlərin müəyyən edilmiş standartlara cavab verməsini təmin edir. Kontrolingin xüsusiyyətlərinə gəldikdə isə, ilk öncə davamlılıq, qaydalılıq, məlumatlılıq, əlaqəlilik və çevikliyi misal göstərə bilərik. Davamlılıq daimi olaraq həyata keçirilir. Qaydalılıq müəyyən edilmiş qayda və standartlara əsasən hazırlanır. Məlumatlılıq qərar vermək üçün lazımi məlumatlarla təmin edilir. Əlaqəlilik bütün idarəetmə səviyyələrində tətbiq olunur. Çeviklik dəyişən şəraitə uyğun sürətli reaksiya həyata keçirilir. Nəticə olaraq deyə bilərik ki, controlling idarəetmə uçotunun ayrılmaz hissəsi kimi müəssisədə planlaşdırma, icra, nəzarət və təhlil proseslərinin ardıcıl və effektiv həyata keçirilməsini təmin edir. Onun vasitəsilə rəhbərlik fəaliyyətin hər mərhələsində məlumatlı olur və zamanında düzəlişlər edə bilir və strateji məqsədlərə çatmaq üçün idarəetməni optimallaşdırır. Controlling müəssisənin idarəetmə sistemində qərarların daha əsaslı, məlumatlara dayanan şəkildə verilməsini təmin edən planlaşdırma, nəzarət və təhlil, informasiya təminatı funksiyalarını yerinə yetirir. O, idarəetmə uçotunun tərkib hissəsi olaraq müəssisənin strateji və operativ məqsədlərinə çatmasını müəyyən edir. Controllingin bir sıra vəzifələri vardır ki, onlara aşağıdakılar aiddir.
Birinci, planlaşdırmanın dəstəklənməsi. Kontrolinqin əsas vəzifələrindən biri rəhbərliyin strateji və əməliyyat planlarının hazırlanmasında metodoloji və məlumat bazası dəstəyinin verməsidir. İkinci, nəzarət və kənarlaşmaların aşkar edilməsi. Kontrolinq faktiki nəticələrlə planlaşdırılmış göstəricilər arasında fərqləri təhlil edir. Üçüncü, informasiya təminatı. Kontrolinqin vəzifələrindən biri də istifadəçiləri doğru, vaxtında və təhlil olunmuş məlumatlarla təmin etməkdir. Dördüncü, təhlil etmə və qiymətləndirmə. Kontrolinq müxtəlif sahələr üzrə göstəriciləri təhlil edir. Beşinci, motivasiya və məsuliyyət bölgüsünün təmin olunması. Kontrolinq vasitəsilə hər bir şöbə və ya məsul şəxs üçün məsuliyyət mərkəzlərinin formalaşdırılması. Fərdi və struktur bölmələrinin göstəriciləri izlənilir və hədəf nəticələrə nail olmağa sövqedici mexanizmlər hazırlanır. Altıncı, koordinasiya və inteqrasiya. Kontrolinq müəssisədə müxtəlif funksiyalar yerinə yetirir ki, bu da sahələrin əlaqələndirilməsini təmin edir. Yeddinci, daxili idarəetmə və qərarvermə dəstəyi. Alternativ qərarların qiymətləndirilməsi, hər bir qərarın maliyyə və iqtisadi nəticələrinin təhlili, risklərin və imkanların analizi hesab olunur. Kontrolinqin əsas vəzifəsi müəssisənin fəaliyyətinin məqsədlərə uyğun həyata keçirilməsini təmin etmək üçün planlaşdırma, nəzarət, koordinasiya və təhlil funksiyalarını bir sistem halında yerinə yetirməkdir. Bu sistem idarəetməyə informasiya, çeviklik və səmərəlilik gətirir. Bugünkü mövzumuz haqqında bu qədər. Sağ olun.